Salam, bugün sizə bu labı necə həll eləmək olar onu göstərəcəm. Labda dediyiniz üzrə OC Command Injection boşluğu var və biz bu labı həll etmək istəyiriksə, öz burp collaboration'ımıza DNS göndərməliyik. DNS lookup. Labımızın linkini kopyalayaq. Və səhv etmirəmsə boşluğun burada yerində deməlidir. Feedback, bəli, feedback funksiyasında bir boşluq var. Və bu boşluğu bir yerdə incələyək. Send to repeater. Birinci göndərək, 200 OK. Sonra digər lablardan da bildiyimizə görə boşluğa əsasən email hissəsində olur. Yəni buradan gedəcək. And işlədirik. Boşluq, and boşluq, ns lookup. Və bundan sonra isə biz öz burp collaborator'ımızın linkini verməliyik. Bunun üçünsə üstdən collaborator hissəsinə gəlirik. Buradan get starter'a basırıq. Copy to clipboard edirik. Və beləliklə biz collaborator'ımızın linkini aldıq. Və bunu ns lookup'ın yanına yapışdırırıq. Və hər zaman olduğu kimi hashtag işarəsini qoyuruq ki, əgər bu kod işləsə, bundan sonraki hissələri oxumaz. Yəni, bir şərt sətrına çevirsin. Bunu sistemin başa düşməsi üçün URL enkod edirik, ctrl-u və send. İndi biz bu kodun işləyib işləmədiyini bilmək üçün collaborator hissəsinə basırıq. Buradan pull nova basırıq və gördüyünüz kimi server buralara DNS requestlər göndərib. Və bizdən istənənsə buydu. Deməli biz labı həll etmişik. Və bu qədər.